Cəllabadın Səttarxan küçəsində qətl hadisəsi baş verib. 37 yaşlı Bəhruz Hüseynov yaşadığı evdə bıçaqlanıb. Həyat yoldaşının sözlərinə görə Bəhruz Hüseynov evə gələn zaman hamamdan səs gəlib. Qapını açarkən orada bacısı qızı ilə yad bir şəxsi Göytəpə şəhər sakini 19 yaşlı Orxan Əkbərovu görüb. Aralarında münaqişə yaranıb, bu zaman Orxan ona ürək nahiyəsindən zərbə indirib. Namaz məcəli idi. Namazı qılmışdım, elə oturmuşdum, tezə gördüm uşaq zəng elədi ki, dedi ata, elə vəziyyət beləncə idi. Da onu durdum, da bilmədim nədir. Burada maliyyə işləyirdi. Elə burada, qapıda, elə qanı da burada deyə, girib içərdədir. Heç nə olmayıb, məzlum adamdır. Gəldik hamamın şeyindən, gördü içəridə oğlan var, bir dənə də qız var. Elə qapına atan kimi bıçağı soxdu burasına. Qız kim idi? Baldızımın qızı. Oğlanı tanımırmışdı. Xeyr. Qız elə bunlarda qalmış, həm qonşuda, həm də ki, baldızının qızı. İkinci dəfə bıçaqlayanda mən çəkdim Bəhruzu, dedim ki, Kamal əmini çağıraq, gəlsin kömək eləsin də. Apardım ora, o da getdi dəydi divara, sonra qayıtdı, bir dəfə də yıxıldı yerə, burada, qapının ağzında. Mən də tez dəsmal verdilər, vurdum, sonra suya vurdu, apardılar xəstəxanaya. Ağır yaralanan Bəhruz Hüseynov Cəllabad rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Orxan Əkbərov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.